Zəncəfil əsrlərdən bəri həm qida, həm də dərman kimi istifadə olunan, kəskin ətri və özünə məxsus dadı ilə tanınan qədim bir bitki köküdür. Bu bitki soyuq dəymədən mədə problemlərinə qədər bir çox vəziyyətdə köməkçi vasitə kimi tanınır və dünyanın müxtəlif mətbəxlərində geniş istifadə olunur. Bununla belə zəncəfilin güclü bioaktiv tərkibi onu hər kəs üçün tam təhlükəsiz edən bir məhsul olmaqdan çıxarır. Bəzi tibbi vəziyyətlərdə və bəzi dərmanlarla birgə istifadə edildikdə zəncəfil gözlənilməz və arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu videoda zəncəfildən ehtiyatla istifadə etməli və ya tamamilə uzaq durmalı olan şəxs qruplarını ətraflı və aydın şəkildə izah edəcəyik. Birincisi, qan durulaşdırıcı dərman qəbul edənlər. Zəncəfilin tərkibində qanın laxtalanma qabiliyyətini zəiflədən təbii birləşmələr mövcuddur. Bu xüsusiyyət adi insanlar üçün zərərsiz olsa da artıq varfarin, aspirin və ya digər antikoagulyant dərmanlar qəbul edən şəxslər üçün ciddi risk yarada bilər. Belə şəxslərdə zəncəfil istifadəsi dərmanın təsirini gücləndirərək qanaxma riskini artıra bilər. Xüsusilə planlaşdırılan cərrahi əməliyyatdan əvvəlki günlərdə zəncəfil istifadəsinin dayandırılması həkimlər tərəfindən tövsiyə olunan vacib addımlardan biridir, çünki əməliyyat zamanı qanaxmanın nəzarətdən çıxması təhlükəli nəticələr doğura bilər. İkincisi, şəkərli diabet xəstələri. Zəncəfilin qan şəkərini aşağı salma xüsusiyyəti bir çox tədqiqatda təsdiqlənib və bu ilk baxışdan diabet xəstələri üçün fayda kimi görünə bilər. Lakin məhz bu xüsusiyyət insulin və ya digər şəkər salıcı dərmanlar qəbul edən şəxslər üçün əks effektə çevrilə bilər. Belə şəxslərdə zəncəfil istifadəsi qan şəkərinin həddindən artıq aşağı düşməsinə, yəni hipoglikemiyaya səbəb ola bilər. Hipoglikemiya zamanı baş gicəllənmə, tərləmə, əl-qol titrəməsi və huşun itirilməsi kimi təhlükəli simptomlar yarana bilər. Buna görə də diabet xəstələri zəncəfil istifadə edərkən qan şəkərlərini daha tez-tez ölçməlidirlər. Üçüncüsü, öd kisəsi daşı olan şəxslər. Zəncəfil öd ifrazını stimullaşdıran təbii xüsusiyyətə malikdir və bu, adi həzm prosesinə kömək edən amillərdən biri sayılır. Ancaq öd kisəsində daş olan şəxslərdə bu stimullaşdırıcı təsir arzuolunmaz nəticələr yarada bilər. Öd ifrazının artması öd kisəsindəki daşların hərəkətə keçməsinə və öd yollarının tıxanmasına səbəb ola bilər. Bu vəziyyət isə kəskin ağrı, ürək bulanma və digər ciddi simptomlarla müşayiət oluna bilər. Buna görə öd kisəsi daşı diaqnozu olan şəxslər zəncəfil istifadəsindən əvvəl mütləq həkimləri ilə məsləhətləşməlidirlər. Dördüncüsü, hamilə qadınlar, xüsusilə də hamiləliyin son dövründə. Zəncəfil hamiləliyin ilk aylarında ürək bulanma və qusma hissini azaltmaq üçün tez-tez tövsiyə olunan təbii vasitələrdən biridir. Bununla belə hamiləliyin son 3 ayında zəncəfilin böyük miqdarda istifadəsi ehtiyat tələb edir. Bunun səbəbi zəncəfilin qanın laxtalanmasına təsir edən xüsusiyyəti və nəzəri olaraq bətn daxilində qanaxma riskini artıra biləcəyi ehtimalıdır. Doğuşa yaxın dövrdə isə zəncəfilin bətn əzələlərinə təsir edərək erkən doğuş prosesini stimullaşdıra biləcəyi barədə fərziyyələr mövcuddur. Buna görə bu dövrdə hər hansı miqdarda zəncəfil istifadəsi mütləq həkim nəzarəti altında olmalıdır. Beşincisi, ürək xəstəliyi olan və qan təzyiqi dərmanı qəbul edən şəxslər. Zəncəfilin yüksək dozalarda qəbulu qan təzyiqinə və ürək ritminə təsir göstərə bilər. Xüsusilə qan təzyiqini tənzimləyən dərmanlar qəbul edən şəxslərdə zəncəfilin əlavə təsiri qan təzyiqinin qəflətən aşağı düşməsinə səbəb ola bilər. Bu isə ürək ritminin pozulması, baş gicəllənmə və ya huşun itirilməsi kimi təhlükəli hallara gətirib çıxara bilər. Ürək çatışmazlığı olan şəxslər də böyük dozalarda zəncəfil istifadəsindən çəkinməli, hər hansı istifadədən əvvəl kardioloqları ilə məsləhətləşməlidirlər. Altıncısı, mədə xorası və reflü xəstələri. Zəncəfilin kəskin və isti xüsusiyyəti bəzi insanlarda mədə selikli qışasını qıcıqlandıra bilər. Mədə xorası, qastrit və ya mədə-qida borusu reflüksü diaqnozu olan şəxslərdə zəncəfil istifadəsi simptomların pisləşməsinə səbəb ola bilər. Belə şəxslərdə zəncəfil qəbulundan sonra köküraq, mədədə yanma hissi və ağrının artması müşahidə oluna bilər. Bu qrup xəstələr üçün zəncəfilin boş mədəyə deyil, yemək zamanı və kiçik miqdarlarda istifadə edilməsi tövsiyə olunur. Yedincisi, qan laxtalanma pozğunluğu olan şəxslər. Hemofiliya kimi anadan gəlmə qanaxma pozğunluqlarına malik olan şəxslər üçün zəncəfilin qanın laxtalanmasını zəiflədən təsiri xüsusi təhlükə yaradır. Belə şəxslərdə hətta kiçik xəsarətlər zamanı belə qanaxmanın dayandırılması çətinləşə bilər. Zəncəfilin əlavə edilməsi ilə bu risk daha da artır.
Buna görə də bu qrup şəxslər zəncəfili qida və ya dərman şəklində istifadə etməzdən əvvəl mütləq hematoloqları ilə məsləhətləşməlidirlər. 8-incisi cərrahiyyə əməliyyatı planlaşdıran şəxslər. Zəncəfilin qan laxtalanmasına təsiri səbəbindən cərrahiyyə əməliyyatı planlaşdıran hər kəs üçün bu bitkinin istifadəsi xüsusi diqqət tələb edir. Əməliyyatdan azı 1-2 həftə əvvəl zəncəfil istifadəsinin dayandırılması əməliyyat zamanı və sonrasında qanaxma riskinin azaldılması baxımından vacibdir. Bu tövsiyəyə əməl edilməməsi cərrahların əməliyyat zamanı gözlənilməz çətinliklərlə üzləşməsinə səbəb ola bilər. 9-uncusu kiçik yaşlı uşaqlar. Zəncəfil kiçik yaşlı uşaqlar üçün xüsusilə də konsentrə olunmuş formada ehtiyatla istifadə edilməli məhsullardan biridir. Uşaqların həzm sistemi böyüklərə nisbətən daha həssas olduğundan zəncəfilin kəskin təsiri mədə qıcıqlanmasına və narahatlığa səbəb ola bilər. 2 yaşından kiçik uşaqlarda zəncəfil istifadəsi ümumiyyətlə tövsiyə olunmur, daha böyük yaşlı uşaqlarda isə miqdar mütləq pediatr tərəfindən müəyyən edilməlidir. Bütün bu ehtiyat tədbirlərindən danışdıqdan sonra gəlin zəncəfilin nə üçün bu qədər qiymətli sayıldığını da qısaca xatırlayaq. Zəncəfil soyuqdəymə və qripin ilkin simptomlarını yüngülləşdirməkdə təbii vasitə kimi əsrlərdir istifadə olunur. Bu bitki boğaz ağrısını yumşaldır və immun sistemi gücləndirməyə kömək edir. Ürəkbulanma və gəmi xəstəliyinə qarşı zəncəfilin təsiri elmi tədqiqatlarla təsdiqlənib. Xüsusilə səyahət zamanı və yemək sonrası ürəkbulanma hissini aradan qaldırmaqda çox effektivdir. Zəncəfil güclü iltihab əleyhinə xüsusiyyətə malikdir. Bu səbəbdən oynaq ağrıları və əzələ gərginliyi olan insanlar üçün təbii ağrıkəsici rolunu oynaya bilər. Həzm prosesini asanlaşdıran zəncəfil, köp və qazlanma kimi narahatlıqları azaltmaqda da köməkçi vasitə sayılır. Yeməkdən əvvəl və ya sonra kiçik miqdarda istifadəsi mədənin rahat işləməsinə şərait yaradır. Bundan əlavə, zəncəfilin metabolizmi sürətləndirən və bədən istiliyini tənzimləyən xüsusiyyəti də var. Bu da onu sağlam çəki idarə etməsinin təbii köməkçilərindən birinə çevirir. Göründüyü kimi zəncəfil düzgün miqdarda və düzgün şəxs tərəfindən istifadə edildikdə, həqiqətən də təbiətin bizə bəxş etdiyi qiymətli hədiyyələrdən biridir. Amma unutmayın, hər faydalı şey hər kəs üçün eyni dərəcədə uyğun deyil. Buna görə də öz sağlamlıq vəziyyətinizi nəzərə alaraq istifadə etməyiniz ən doğru yanaşmadır.